Osmanlı İmperiyası 19-cu əsrdə. 19-cu əsrin əvvəllərində 3 qitədə ərazilərə malik olan Osmanlı İmperiyasının siyasi və iqtisadi cəhətdən geriliyi özünü açıq şəkildə biruzə verirdi. Deməli, 16-cı əsrdən 19-cu əsrə qədər Osmanlı İmperiyası 3 qitədə mövcud olubdu. Siyasi və iqtisadi cəhətdən geriliyi özünü açıq şəkildə biruzə verirdi. Dövlətin hərbi qüdrətinin artırılması məqsədi ilə aparılan islahatlar uğursuzluğa düçar olmuşdu. Belə bir vaxtda Avropada baş verən hadisələr Osmanlı İmperiyasının xarici siyasətdən təsirsiz ötüşmədi. Napoleon Fransasının işğalçılıq müharibələri Osmanlı və Rusiya imperiyalarının yaxınlaşmasına səbəb oldu. Lakin bu vəziyyət uzun sürmədi. Deməli, Napoleon müharibə aparır. Bu xarici təhlükə həm Osmanlının, həm də Rusiyanın, yəni bayaqdan düşmən olan Osmanlı və Rusiyanın yaxınlaşmasına səbəb olur. Amma bu uzun sürmür. Rusiyanın Valaxiya haradır? Rumıniyanın cənubunda tarixi bir vilayətdir. Və Moldovaya hücumu iki dövlət arasında müharibəyə gətirib çıxarır. Demək, Rusiya hara yürüş eləyir? Moldova, Valaxiya. Bu nəyə səbəb olur? Yenidən müharibəyə səbəb olur. 1806-12-ci illərə əhatə edən bu müharibə Osmanlının məğlubiyyəti ilə başa çatır. Tərəflər arasında Buxarest sülhü imzalanır və bunun şərtlərinə görə Bessarabiya Rusiya verilir. Moldova və Valaxiya Osmanlının tərkibində qalır. Rus gəmiləri isə Dunay çayında sərbəst üzə bilərdi. Azərbaycan tarixində öyrəndiyimiz hissədə isə deyildik ki, 1812 müqaviləsinə əsasən Osmanlı Cənubi Qafqazdakı Rus işğallarını tanıyırdı. 19-cu əsrin əvvəllərində Balkanlarda yaşayan xalqların Osmanlı hakimiyyətinə qarşı mübarizəsi gücləndi. Bu üsyanların baş verməsində Osmanlı İmperiyasını parçalayıb ərazilərini bölüşdürmək istəyən böyük dövlətlərin də marağı var idi. Serblərin üsyanının yatırılmasından bir az sonra Yunanlar Osmanlı əleyhinə mübarizəyə başlayırlar. Bu müharibədə İngiltərə, Fransa və Rusiya Yunanların tərəfində idi. Müttəfiq dövlətlərin donanması 1827-ci ildə Navarin döyüşündə Osmanlı donanmasını məğlubiyyətə uğratdı. Rusiyanın Osmanlı əleyhinə xüsusi canfəşanlıq göstərməsi 1828-ci ildə onlar arasında müharibəyə səbəb oldu. Balkanlar və Cənubi Qafqaz yenidən döyüş meydanına çevrildi. Müharibə 1829-cu ildə Osmanlının məğlubiyyətini rəsmiləşdirən Ədirnə müqaviləsinin bağlanması ilə başa çatdı. Şərtlərə görə Osmanlı dövləti Moldova, Valaxiya və Serbiya muxtariyyət hüququ verdi. Deməli, hara muxtariyyət hüququ verdi? Moldovaya, Valaxiya və Serbiya muxtariyyət hüququ verdi. Təzminat ödəməli idi. Ədirnə sülhündən təzminat ödəməli idi. Rusiyanın Cənubi Qafqazdakı işğallarını tanımalı idi. Yunanistanın müstəqilliyini qəbul etdi. Demək, Ədirnə sülhündən Osmanlı Yunanistanın müstəqilliyini qəbul edir. Moldova, Valaxiya, Serbiya isə muxtariyyət hüququ verilir. Buxarestdən oxşar cəhəti hər iki müqavilə əsasən Rusiyanın Cənubi Qafqazdakı işğallarını tanıyır. Türkmənçayla oxşar cəhəti bu zaman təzminat ödəyir. Türkmənçayda Qacarlar, burada isə Osmanlı dövləti. Osmanlı İmperiyasının bölünmüş siyasi və iqtisadi böhran dövlətin möhkəmləndirilmək üçün islahatların keçirilməsini zəruri edirdi. Bu sahədə əməli addımlar Sultan II. Mahmudun dövründə atıldı. Əməli II. Mahmud 1808-39-cu illərdə. Müharibədəki məğlubiyyətlər göstərdi ki, təkcə Yeniçərilər deyil, bütün Osmanlı ordusu yararsız vəziyyətdədir. 1826-cı ildə Sultan yeni nizami ordu yaradılması haqqında fərman imzaladı. II. Mahmud yeni nizami ordu yaradılması haqqında fərman imzalayır. Neçənci ildə? 1826-cı ildə. Bəs Mahmud nə zaman gəlib hakimiyyətə? 1808-ci ildə. Yeniçərilər bu fərmana qarşı dərhal qiyam qaldırdılar. Demək, bu fərmana qarşı, yeni ordunun yaradılmasına qarşı Yeniçərilər qiyam qaldırdı. Necə ki, Səlimdə qaldırmışdılar. Qiyamı yatırdan II. Mahmud Yeniçəri dəstələrini ləğv elədi. Səlim Yeniçəriləri ləğv eləməkdə ləngidir, amma II. Mahmud ləğv elədi. Hərbi xidmətdə məşğul olmayanların timar və ziyamət torpaqlarını əllərindən aldı. Kim ki, hərbi xidmətdə məşğul deyil, onun timar və ziyamət torpaqları əllərindən alındı. Belə bir islahat biz Səlimdə də gördük ki, hərbi vəzifəni yerinə yetirməyənlərdən ziyamət və timar geri alındı. Eynən onun kimi hərbi xidmətlə məşğul olmayanlardan timar və ziyamət geri alınır. Biz Səlimdə də gördük ki, yeni hərbi hissələr təşkil edildi Avropa nümunəsində. İndi Mahmudda da görürük ki, deyirik, yeni nizami hərbi dəstələr yaradılması üçün tədbirlər həyata keçirilibdir.
Biz sənimdə gördük ki, Avropa nümunəsi yenə əsas idi. Burada da idarəçilik sahəsində Avropa nümunəsi əsas götürülür. Səlimdə Avropa nümunəsində səfirliklər, Avropada səfirliklər yaradılır. Burada isə nazirliklər, Mahmuddan nazirliklər, Səlimdə səfirliklər yaradılır. Və burada da mənbədə verilibdir ki, Mahmudun islahatından fərmanından sonra ilk növbədə şəhər əhalisinin xarici görünüşündə Avropa təsiri özünü göstərməyə başladı. Müasirlərin birinin dediyinə görə alabəzək şək geyimə vəznə indi kişilər qara, Avropa sayağı pencək, dar şalvar geyinir, çalma vəznə pəs qoyurdu. Uzun saqqal qoyanlar azalmışdı. Türklərin yuxarı təbəqələrin indiki gəncləri daha əvvəlki kimi hay-küy salmır, fransızca lakırtı vurur, naz əda ilə söhbət edir, sarı rəngli qədim çəkmə əvəzinə laklı tufli geyinirdilər. Uzun yaylı Avropa sayağı faytonlar da dəbə düşmüşdü. Demək, 1839-cu ildə Gülhanə xətti şərifi adlanan fərman verildi. Neçənci ildə? 1839-cu ildə. Bundan əvvəl qeyd etmədiyim bir şey qaldı. Sultan II. Mahmudun dövründə 1830-cu ildə ümumi əskər yığımı qaydasında yeni ordu yaradılıbdır. 1830-cu ildə hərbi sistemi ləğv edilibdir. Bundan bağlı əmr imzalayıbdır. Bundan sonra elə hər Timar və Ziyan və torpaqları hərbi xidmət göstərmənin əlindən alınıbdır. Demək, Timar da dövlətin mülkiyyətinə keçibdir. Timar sahibləri təqaüd qismində kompensasiya alıbdılar. Bu onun hərbi islahatı idi. Demək, 1830 ümumi əskər yığımı qaydasında yeni ordudur. 26 yeni piyada korpus, yeni nizami ordu haqqında fərmandır. Nizami hərbi dəstələr yaradılıb, yeniçərilər ləğv olunur. 30-da isə ümumi əskər yığınıdır. İdarəetmə sahəsində də Avropa nümunəsi əsas götürülübdür, nazirliklərdir. Mədəni sahədə də Mahmudun fərmanından sonra əhalinin xarici görünüşündə, geyimində dəyişikliklər baş veribdir. Bundan sonra danışırıq Əbdülməcidin hakimiyyətindən. Əbdülməcid gəlibdir 1839, gedib 1861-ci ildə, 39-61-də. Məhz elə onun dövründə görürük ki, 39-cu ildə Gülxanə xətti şərifi adlanan fərman verilibdir. Fərmanda bütün təbəələrin həyat, şərəf, əmlak təhlükəsinin təmin olunması, vergilərin Demək, fərmanda bütün təbəələrin həyat və şərəfinin, əmlakının təhlükəsinin təmin olunması, vergilərin düzgün toplanılması, iltizam sisteminin ləğv edilməsi və orduya çağırışın qaydaya salınması nəzərdə tutulurdu. 19-cu əsrdə həm Şimali Azərbaycanda, həm də Osmanlıda iltizam sisteminin ləğvi ilə bağlı fərmanlar var. Demək, 1839 fərmanda təbəələrin həyat, şərəf, əmlak təhlükəsinin təmin olunması, vergilərin düzgün toplanılması, iltizam sisteminin ləğv edilməsi və orduya çağırışın qaydaya salınması nəzərdə tutulurdu. Demək, ordu, iltizam, vergi, əmlak təhlükəsizliyi, həyat, şərəf, ləyaqətlə bağlı məsələlərə toxunulubdu. Dini etiqadından asılı olmayaraq imperiyanın bütün təbəələrinə hüquq və vəzifə cəhətdən bərabərlik vəd edilirdi. 1876-cı ildə, yəni 1876-cı ilə qədər keçirilən islahatlar Osmanlı tarixində Tənzimat-ı Xeyriyyə, tənzimat da tənzimə sözündən olub, yoluna qoyma deməkdir, adlanırdı. Bu islahatlar burjua xarakteri daşıyır. Demək, 19-cu əsrdə həm Şimali Azərbaycanda, həm də Osmanlıda burjua islahatları keçirilibdir. Ordu sahəsində dəyişikliklər olubdu. Eyni zamanda iltizam sistemi ləğvinlə bağlı fərman verilibdir. İslahatların davam etdirilməsi tərəfdarı olan ziyalılar özlərini yeni Osmanlılar adlandırırdılar. Demək, islahatların davam etdirilməsinin tərəfdarı olanlar özlərini adlandırır? Yeni Osmanlılar. Onlar ölkədə konstitusiya qəbul edilməsini tələb edirdilər. Osmanlı İmperiyasında konstitusiya və seçkili orqanların, yəni parlamentin yaradılması uğrunda hərəkat başlayır. Hərəkat iştirakçıları 1865-ci ildə İstanbulda gizli Yeni Osmanlılar cəmiyyətini yaradırlar. Yeni Osmanlılar Tənzimat Xeyriyyə islahatlarının davam etdirilməsinin tərəfdarı idilər. Sultan hakimiyyətinə və imperiyanın qorunub saxlanılmasına loyal yanaşırdılar. Yəni normal baxırdılar. Cəmiyyətdə dəyişiklik və ədalətli idarə etmə tərəfdarı idilər. Demək, bunlar Sultan hakimiyyətinə və imperiyanın qorunub saxlanılmasına loyal yanaşırlar. Amma cəmiyyətdə dəyişiklik olsun, ədalətli idarə etmə sistemi qurulsun, konstitusiya qəbul olunsun, seçkili orqanlar yaradılsın deyirlər. 1876-cı ildə İstanbulda mədrəsə tələbələri baş vəzirin və Şeyxülislamın istifası tələbi ilə çoxmilli mitinqlər təşkil edilər.
Həmin ildə yeni Osmanlılar əvvəlki sultanı devirərək ikinci Əbdülhəmidi hakimiyyətə gətirdilər. 1876 artıq İstanbulda mədrəsə tələbələri yeni bir tələb qoyurlar. Bu tələb nədir? Baş vəzir və Şeyxülislam istifa versin. Mitinglər keçirilir və yeni Osmanlılar, baxın sultanı devirən yeni Osmanlılardır. Əvvəlki sultan, yəni Əbdülməcidi devirirlər. İkinci Əbdülhəmidi gətirirlər hakimiyyətə. 1876-cı ildə hakimiyyətə gələn ikinci Əbdülhəmid konstitusiya qəbul edir. Bununla da Osmanlı dövləti konstitusiyalı monarxiya olur. Deməli, Osmanlı dövləti neçənci ildə konstitusiyalı monarxiya olur? 1876-cı ildə. Bu, Yaponiya ilə də oxşar cəhətdir ki, Yaponiyada da 1889-cu ildə Yaponiya konstitusiyalı monarxiya çevrilibdir. Deməli, 1876-cı ildən Osmanlı dövləti konstitusiyalı monarxiya olubdur. İmperiya ərazisində yaşayan bütün əhali Osmanlı adlandırılıbdır. 1877-də parlament fəaliyyətə başlayıbdır. Demək, 76-da konstitusiya qəbul olundu. 77-də parlament fəaliyyətə başladı. Balkanlarda Osmanlı əleyhinə üsyanların baş verməsi, Rusiya ilə müharibənin başlanması, deputatların hökumətdən hesabat tələb eləməsi nəticəsində növbəti il parlament buraxılır. Demək, 77-də qəbul olunan parlament 78-də buraxılır. Səbəb nədir? Balkanlarda Osmanlı əleyhinə üsyanlar, Rusiya ilə müharibənin başlaması, deputatların hökumətdən hesabat tələb eləməsi. Bunun nəticəsində növbəti parlament buraxılır. 1877-ci ildə Rusiya ilə Osmanlı imperiyaları arasında müharibə başlayır. Balkanlarda və Qafqazda gedən hərbi əməliyyatlarda Osmanlı ordusu məğlub olur. 1878-ci ildə tərəflər arasında San Stefano müqaviləsi imzalanır. Rusiyanın yaxın şərqdə güclənməsinə yol vermək istəməyən İngiltərə və Avstriya müqavilənin şərtlərinə etiraz edir. Demək, 78 San Stefano sülhü bağlanır. Rusiyanın yaxın şərqdə güclənməsinə yol vermək istəməyən İngiltərə və Avstriya müqavilənin şərtlərinə etiraz edir. Berlində beynəlxalq konfrans çağırılır. Konfransın qərarına görə Bolqarıstan Osmanlı dövlətindən asılı knyazlığa çevrilir. Bolqarıstan məhz Osmanlıdan asılı knyazlığa çevrilir. Çernogoriya, yəni Montenegro, Serbiya və Rumıniya müstəqil elan olunur. Deməli, Çernogoriya haradır? Qaradağ, yəni Çornoy, qara deməkdir rusca. Montenegroda negr, qara deməkdir. Monte, dağ, yəni Çernogoriya, Montenegro eyni addır. Bizə də Qaradağ gelir. Serbiya və Rumıniya müstəqil, baxın, müstəqil elan olunur. Çernogoriya, Serbiya, Rumıniya. Avstriya, Macaristan, Bosniya və Hersegovinanın müvəqqəti idarə eləmək hüququ alır. Kipr adası İngiltərəyə icarə verilir. Ərdahan, Batum və Qars Rusiya verilir. Qars, Ərdahan, Batum kimə verilir? Rusiya verilir. Osmanlı imperiyasının uğursuzluqlarından narahat olan ziyalılar sultan hakimiyyətinə qarşı mübarizəni davam etdirirdilər. İstanbul Hərbi Tibb Məktəbinin tələbələri İttihad və Tərəqqi Cəmiyyətini yaratdılar. Nə yaratdılar? İttihad və Tərəqqi Cəmiyyətini yaratdılar. İstanbul Hərbi Tibb Məktəbinin tələbələri. Onları gənc türklər adlandırırdılar. Əsas məqsədləri konstitusiyanı bərpa eləmək idi. Diqqət edin, konstitusiyanı qəbul eləmək istəyən yeni Osmanlılar idi. Amma bərpa eləmək istəyən gənc türklərdir. 1908-ci ildə gənc türklər üsyan etdilər. İkinci Əbdülhəmid konstitusiyanın bərpası və parlamentin çağırılması haqqında fərman imzalamaq məcburiyyətində qaldı. Demək, 1908-də gənclər üsyan edir deyə ikinci Əbdülhəmid konstitusiyanın bərpası və parlamentin çağırılması haqqında fərman imzalamaq məcburiyyətində qalır. Bir il sonra, yəni 1909-cu ildə ikinci Əbdülhəmid taxtdan salınır və hökumət gənc türklərin əlinə keçir. Kimin əlinə keçir? Gənc türklərin əlinə keçir. 1912-ci ildə Bolqarıstan, Serbiya, Yunanistan və Çernogoriya Balkan İttifaqı yaradıb Osmanlıya qarşı müharibəyə başlayır. Baş hərflərlə Poseyuce deyə yadda saxlaya bilərik. Poseyuce Balkan İttifaqı yaradır. Yəni Balkan dövlətləri görürsünüzmü? Bolqarıstan da, Serbiya da, Yunanistan da, Çernogoriya da Balkan dövlətləridir. Yəni Balkan dövlətləri Balkan İttifaqı yaradıb Osmanlıya qarşı müharibəyə başlayırlar. Birinci Balkan müharibəsində məğlub olan Osmanlı 1913-cü ildə London müqaviləsini imzalayır. Bu müqaviləyə görə o Ədirnə daxil olmaqla Avropadakı torpaqlarını
müəyyən hissəsini itirir. Elə həmin ildə Bolqarıstan əvvəlki müttəfiqlərinə qarşı 2-ci Balkan müharibəsinə başlayır. Müharibədə Bolqarıstan məğlub olur, Osmanlı dövləti bu müharibədə Ədirn və ətrafdakı torpaqları geri ala bilir. Ümumilikdə Balkan müharibələri nəticəsində Osmanlının Avropadakı hakimiyyəti başa çatır. 1913-cü ildə 2-ci Balkan müharibəsi Buxarest sülhündən nəticələnir və Bolqarıstan məğlub olur. Bir də arada gənc türklərin xarici siyasəti Osmanlı İmperiyasının süqutunu sürətləndirmişdi. 1911-12-ci illərdə İtaliya-Osmanlı arasında Trablis müharibəsi baş verir. Neçənci ildə? 11-12-ci illərdə Trablisin tığısı, İtaliyanın tığısı İtaliya ilə olubdu bu müharibə və nəticədə Osmanlı dövləti bu dövrdə isə Afrikadakı sonuncu mülkləri olan, yəni indiki Liviya ərazisini itiribdi. Deməli, Afrikadakı sonuncu mülkü olan indiki Liviya ərazisini nə vaxt itirdi? 11-12 Trablis müharibəsi nəticəsində. Dövlətin dağılmasının qarşısını almağı və Avropa dövlətlərinin asıllığının tam azad olmağı düşünən gənc türklər 1-ci Dünya müharibəsi zamanı, təbii ki 14-18, Almaniyanın tərəfini saxlayır və bu da Osmanlı İmperiyasının dağılmasına səbəb olur. Burada isə Osmanlı İmperiyasının ərazisinin kiçilməsi təsvir olunubdur. Diqqət edirik xəritədəki ərazilərə. Gördüyümüz kimi Osmanlı deyirdi ki 3 qitədə yayılıbdır. Deməli, Afrikadakı Osmanlı torpaqları Liviya, Əlcəzair, Misir, Asiyadakı Osmanlı torpaqları və Avropadakı Osmanlı torpaqları. Baxaq, demək, biz bilirik ki, bura Balkanlardır. Balkanlara diqqət edək. Baxın, Balkanlarda aşağı hissə Yunanistandır, ta qədimdən bilirik. Onun aşağısı Kritdir. Yunanistan üstü Bolqarıstandır. Və Ədirnə dediyimiz ərazi bu ərazidir, Ədirnə. Hansı ki, Bosniya, Serbiya deyirdik. Bosniya dediyimiz ərazi məhz bu ərazidir. Serbiya, bura, Macaristan bu ərazi. Ruminiya, gördüyümüz kimi Ruminiya buradır. Bessarabiya isə məhz bu ərazidir. Diqqət edək bu ərazilərə, çünki bunlar yəni müəyyən bir xəttlər üzrə verilmir, bizim müasir dövrdə öyrəndiyimiz xəttlər üzrə verilmir bu dövründə. Krım deyirik, Krım. Gördüyümüz kimi 1780 Rusiya tərəfindən işğal edildi. Hər birinin də ili verilibdir. Görürsünüz, Ruminiya 1878-də itirildi. Bessarabiya 1812-də itirildi Buxarest sülhündən. Macaristan 1699-da itirildi. Serbiya 1878, Bosniya 78. Yunanistan 1830, Yunanistandan müstəqillik verildi demək itirildi. Bolqarıstan 1878. Oldu Balkanlardakı ərazilər. Azovda görürük buradan. Şərqi Gürcüstan deyirdik, görürsünüzmü? Bu isə Qars ərazisi burada. Sonra baxaq, demək, bildik ki, bu böyük ərazi Osmanlının tarixi torpaqları Anadoludur. Anadolu Osmanlı ərazisidir. Demək, Krit dedik, Yunanistanın cənubunda adadır. Kipr, Anadolunun cənubunda adadır. Rodos, bunlar Osmanlı ərazisinin kiçilməsinə əlindən çıxan torpaqlardır. Sonra 1882-də Misir itirilib. 1912-də dedik ki, İtaliyanın aparılan müharibə nəticəsində son mülkü olan Afrikadakı Liviyanı itirdi. 1881 Tunis itirilibdi. Suriya, Fələstin 1917-18-ci ildə itirilibdi. Xəritə üzərindən verilən məlumatlara da xüsusi diqqət eləyək. Hələlik mövzumuz bu qədər.